Azərbaycan Savad Federasiyasının üzvləri Macaristanda keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər. Budapeşt Open'də 4 medal və 1 kubok qazanan idmançılarımız vətənə qayıdıblar. Kadetlərdən, yeniyetmələrdən, gənclərdən və böyüklərdən ibarət milli yığma komandamız ölkəmizi layiqincə təmsil etmişdilər. Və bunu qeyd etmək istərəm ki, milli komandanın tərkibində ölkəmizi təmsil edən idmançılar yeni idmançılar idi və bunların ilk beynəlxalq yarışları idi. Texniki heyət olaraq biz bunların üzərində işləyərək bürünc medallarımızı inşallah qızıla çevirməyə nail olacağıq və bu şəraiti bizə yaradan Azərbaycan Savad Federasiyasının prezidenti hörmətli Rauf Qəliyevə və Gənclər və İdman Nazirliyinin bütün heyətinə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Kubok döyüşündə 48-50 kiloqrama kuboka layiq görüldüm, qalib oldum. Buna görə də məşqçilərimə və Azərbaycan Savad Federasiyasının prezidenti Rauf Qəliyevə təşəkkürlərimi bildirirəm. İlk döyüşümü Belçikalı idmançı ilə keçdim və texniki zədə alaraq yarışı tez bitirdim. Amma bu məğlubiyyət deyil, bu təcrübə idi və qarşıda bizi daha böyük yarışlar gözləyir. Biz ora daha yaxşı, daha güclü hazırlaşıb o yarışda iştirak edəcəyik. Qeyd edək ki, kadetlər arasında bütün rəqiblərini məğlub edən Mirhadi Süleymani assalt növündə qızıl medal qazanıb. Böyüklərin yarışında Ramiz Mehdiyev kombat növü üzrə gümüş, Sənan Babazadə assalt növündə bürünc mükafata yələnib. Gənclərdən Fərid Kərimli prekombat, Əli Rəhimsoyla Ayxan Hümbətov assalt növündə 3-cü yerə çıxıb. Əlikram Qocayev isə prekombat növündə kubok döyüşünün qalibi olub.